İnşallah ki mən deyərəm kimdir, böyüklərdən üzr istəyirəm. Amma cavanlar kimi əsas versən, belə bil ki, Kərbəlandasən, Beynul Hərəmeyindəsən. Bir yanda İmam Hüseyin ağa, bir yanda Əbəlfəz ağa. Necə eşqlə deyərsən, o eşqi səndən burada istəyirəm inşallah. Ayine-i hayy-u əzəli kimdir? Hüseyindir eşqinə. Ayine-i hayy-u əzəli kimdir? Zəhra balası can-ı əli kimdir? Xilqətdəki ruhi hərəkət kimdir? Göylərdə və yerlərdəki bərəkət kimdir? Zəhra dilinin tabu təbi kimdir? Zini şərəfi quşi nəbi kimdir? Hər əhli qələm mətini vəsf, mətini təhrir edibdir. Kərbəla-i Zami səfər qardaşına qədər əhli bir şairlər var, Hüseyni məth edirlər. Hər əhli qələm mətini təhrir edibdir. Öz fəhmindən dazəsin təsvir edibdir. Hər şair götürə əlinə qələmi, İmam Hüseyndən yazar. Heç kim deyə bilməz ki, niyə belə yazır? Çünki onun əqli bu qədər dərk edir Hüseyni. Hüseyni belə tanıyır, belə də yazır. Diqqət elə. Hər əhli qələm mətni təhrir edirdir. Öz fəhminlə dazəsin təfsir edirdir. Dəryadır və ya gündür qulaqırda ləqəbdir. Çünki şairlər İmam Hüseyni bəzən dərya ilə müqayisə edəyənlər, bəzisi günəş deyər, bəzisi ay deyər, bəzisi bütün göy aləmini, yer aləmini İmam Hüseynə tay edir, amma bunu heç kim deyə bilməz. Niyə? Dəryadır və ya gündür qulaqırda ləqəbdir. Gündə demərəm oxşarsın Hüseyni bunlara, tərki ədəbdir niyə? Dərya kəramətdə kəbirə axa bilməz. Gündə demərəm tüm günə insan baxa bilməz. Dərya kəramətdə kəbirə axa bilməz. Gündə demərəm tüm günə insan baxa bilməz. Həqdən çatan o şərəfə kimdir? Eşqinə. Həqdən çatan o şərəfə kimdir? Təqsir duayı ərəfə kimdir? Sərnizədə Qur'an oxuyan kimdir? Səhrada köynək toxuyan kimdir? Din mülkünü taraz edən kimdir? Meyraz qundağına meyraz edən kimdir? Hüseyndir, bəli, belə məktəb şərəf nasib ezəlidir. Amma bir kəlmə dedir, sabah kim mövlududur? Sabah kimin adıyla bəzi yerlərdə cəm olarıq. Allah, uca boylu ana gözlüyə Əbəlfəzla. Bir neçə kəlmədə Əbəlfəzdən deyərəm, söz verərəm qardaşlara. Bəli, belə məktəb şərəf olmaz edəcəklər. Ustad Hüseyn olsa gərək bas edəcəklər. Ustad Hüseyn olsa gərək bas edəcəklər. Abbas necə Abbas?
Ümidimizlə bir haqqı əvvəlfəz Allah'tandır inşallah. Ey tabiblər qapısında dolan əməriz, əli əllərdən üzülmüş rəyyar əməriz. Sizə bir yaxşı təqvar edər çarəməriz, sizə bir yaxşı təqvar edər çarəməriz. O təbib dərdi olanlar üçün açar öz qapısını, gözünün yaşını tök get döyə bəlfəz qapısını. Sarılarsan qədəmindən geri çəkməz qədəminə bəlfəz. Sarılarsan qədəmindən geri çəkməz qədəmin. Ağa dəryayı kərəmdir edər axır kərəmin. Gecə xəlvətdə dua eylə sarılıb bələmin. Allah bu cəmə inşallah Kərbəlanı qismət eləsin. Getməyənlərə inşallah gedənlərə də dübarə qismət eləsin. Qismət olub gedib görmüşük gecə ilə heç kim olmayan, tək olasan gedib yapışasan ağanın hərəmindən. Vallah bu başqa aləmdir. Gecə xəlvətdə dua eylə sarılıb ələmin. Degilən dərdir Əbbasa nəva bəxş eləsin. Sənə ümmül bənin oğlu şəfa bəxş eləsin. Səni mən ya Əbbaslarla dilə inşallah söz verin qardaşa. Amma eşdiyinə. Səni mən məzhər-i təqva tanıram ya Əbbas. Mən deyərəm tanıram səndən ya Əbbas, amma eşdiyinə. Səni mən məzhər-i təqva bilmirəm, ehsanı gözləyirsiniz, ona görə demirsiniz, yəni biləm, nə deyəm mən, əvvəlfəzçilərin eşki belə olmalı dedik qalır. Səni mən məzhər-i təqva tanıram, Ələvi hüsnü-i əla tanıram, aləmi şah-ı Hüseyin, ağa əbəd can sənə qurban buyurub, səni hər nəfsidən oyla tanıram. Əbi Abdullah Hüseyin, səndəki əbdüssane, sizi bir ruh iki əza tanıram ya Abbas. Ədəbi mərifətün aləmi heyran edib, gətiriyəm mən səni dərya tanıram ya Abbas. Düzdür, Ümmül Bənin Kərbəlaya gələ bilmədi. Ümmül Bənin Kərbəlaya gələ bilmədi. Ağadan düşən bəxtə Zəhra gəldi, bastı sinə sinə. Düzdür, Ümmül Bəninim oğlusan, əmma səni mən xane-i məhşər-i Zəhra tanıram ya Abbas, ya Əmir-əl-Mümin, ya Ali Əbi Talib.
haqqında salavat eşiqlər. Gözəl bir şeyə qulaq asın. Deməzdim, hədisdir, biz hədisdir, gələk diqqətli olasın. Amma xoşuma gəldi, istədim qardaşlarla paylaşım. Bir gün bizim Səlman oturur, narahat olur. Acı üzr istəyir amma. Səlman oturur, narahat olur. Ürəyində bir söz var, kimə deyim? Dil Əbu Zərə gəlir, deyir ki, mən bir söz demək istəyirəm. Nədəndir bilmirəm, amma mən İmam Hüseyni hamıdan çox istəyirəm. Əvvələn üzbəyiz yanında fikirləşdi ki, Əbu Zər deyir ki, bu sözü burada dedim, da bir də başqa ilə demə. Deyir Əbu Zər deyir ki, yox, mən də Hüseyni hamıdan çox istəyirəm, amma hər şeyə deyə bilmirəm. Getdilər Peyğəmbər Aleyhisselamın yanına, dedilər, ya Peyğəmbər, bizim belə bir fikrimiz var, istəyirik səninlə paylaşaq. Peyğəmbər Aleyhisselam deyir ki, mən də Hüseyni hamıdan çox istəyirəm. Deyir, həmin vaxt Cənab-ı Cəbrail indi nazil oldu. Dedi ki, and olsun Allah deyir ki, mən də Hüseyni hamıdan çox aşiqəm. Sələvat eləyək. Hüseyin kimdir ki, gün tək dolanıb batmayacaq? Həşrəcində ələmin batmayacaq. Hüseyin kimdir ki, eşq əhlindən Peyğəmbərdir? Elə rəhbərdir ki, sərnizə ona mənbərdir. Hüseyin kimdir ki, Hüseyin kimdir? Şəfaət tacına layiq olur, eşqi xəlq edən Allah da buna aşiq olur. Yaralar siləmlə qardaş, gülücür sitana bənzər, ağarıb mənimlə zülfüm, çəməni xəzana bənzər, o həmdir Hüseynim, ağa Hüseynim, ağam, 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 Hüseynim, ağam, 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 Hüseynim, bir de sendir, Hüseynim, ağam, 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 Hüseynim, ağam, Hüseynim, ağam, Hüseynim, ayrılmaram günümden, ayrılmaram günümden, istəkli bülbülümden, hər vaxt dərdim olsa, ağam tutar əlimdən, ağam tutar əlimdən, Hüseynim, ağam, 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 Hüseynim, ağam, 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 Hüseynim, ağam, 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 Hüseynim, bir de uzadı, Hüseynim, ağam, ağam,
Bismillahirrahmanirrahim. Hamınızı salamlayıram. Hoş geldiniz kardeşlerim. Allah'a həmd sənalar edirəm ki, bugünkü gün biz başqa yerlərdə deyilik. Nəsə Allah'ın evində yığışmışıq. Gözəl günü qeyd edirik. Kardeşlerim neden olması da ben de bir neçə şehir yazmışam. İnşallah sizden sözlük məhsər edeyim. Asfalcı kardeşimiz bayağı gəlmişdir ki, Həzrət-i Hüseyin'dən və digər imamlardan, həmçin Peyğəmbərdən birinci öyrənəcəyimiz şey məndəçilik, yəni Allah'a düzgün məndəçilik. Fəqət əhl-i beyti tanımaq, onu sevmək, Allah'ı tanımaq, Allah'ı sevmək. Yəni bunu bəzən insanlar deyir, niye görürsünüz əhl-i beyti sevirsiniz? Yəni, bu hamıya aid olsun ki, əhl-i beyti sevmək, onları tanımaq, Allah'ı düzgün tanımaq. Biz onu görürsünüz. Və inşallah ben İslam'da Allah kal barəsində, Allah Cəllə Cəlaluhu barəsində şehir deyim. Zalda Resulü'nün. Oy ben dediğim ismimi bir halda şiyare Adem diyer Allah Hemi hatem diyer Allah İnsan hele öz cismine çevrilmeden evvel ruhlar yığışıp bir yere bahem diyer Allah sen aç Kur'an'ı sen aç Kur'an'ı, Sure-i İhlas'a nəzər sal. İhlas'taki her ayeyi möhkem, diyər Allah. İsmail'e hatə, su gəzər səhradan alan. Qaynar bunu səhradakı zəmzəm, diyər Allah. Gəl kərb-ü bəlada, gəl kərb-ü bəlada Hüseyin. İçmez suyuna teşne olar, hem diyer Allah. Abbas yaralı Nehri Ferat'ın kenarında. Sen bu kesik onlara melhem, diyer Allah. Her kim ki sevir Yezid'i Allah'ın sevmez. Her kim ki tutur Hüseyin'e matem, diyer Allah. Her kim ki tutur Hüseyin'e matem, diyer Allah. Bir de istedim Rabbimiz barəsində şey edeyim, bir de Peygamber barəsində haqqınızı hal edin. Zəhmətim tamam olsun. İlahi səndedir hər cür kəramət, düz yola səndəndir əsli hidayət. Bilmirəm mən necə elim ki şayət, yolum çox uzundur, azüqəm azdır, imanım tük kimi, səbri dayazdır. Dünya qapıları üzümə bağlı, qapıma gəlmişəm sinəsi dağlı, belə cür əmr edir insanın ağlı, özgə qapılarda qardır, ayazdır, Allah qapısında daima yazdır. Bilirəm böyüklər qaytarmaz geri, bilirəm böyüklər qaytarmaz geri, könüllər sultanı, qəlblər sərvəri, zamiqin əhvindir təklərdi səri, rəhmətin ehsandır, nəzir, niyazdır, yolun çox uzundur, azdır, azdır, salavat işləyək. Mən bəs bayramda məndə olmamışdım, bir də Allah Rəsulullah deyim, zəhmətin tamam olsun, hazır olsa borcum yerliyim. Peyğəmbər-i Taha kimi insan ola bilməz. Peyğəmbərə bənzər dəxi bir can ola bilməz. Şayət Əli bənzər ona, əmma Əli söylə, Peyğəmbər olan yerdə o sultan ola bilməz. Çoxları deyir, siz deyir, ancaq Əli söyləsin. Həzrət Əli ki, mən Peyğəmbərin nökərlərindən və kölələrindən bir köləyəm. Mən necə Allah Rəsulundan üstün bir şəxs olacaq? Böhtan atırlar, yalandan deyirlər ki, şiyələr Əli
eyni halından çox sevir. Elə də ki, sevərəm mən. Allah sevgiyə görə hepsini cəhənnəmə atır. Ya, anam atamını çox sevirəm, Allah atmanıza versin. Cəhəngət dəlillərlə millətin başı olur. Ona görə bu şehirləri yazar ki, hamımızı məqidəmizi tanısın. Peyğəmbər Taha kimi insan ola bilməz. Peyğəmbərə bənzər dəxi bir can ola bilməz. Şayət əli bənzər ona, əmma əli söylər. Peyğəmbər olan yerdə o sultan ola bilməz. Peyğəmbərə Allah elə əxlaqı veribdir. Əxlaqda ona çatmağa imkan ola bilməz. Allah özü Qur'an-ı Şərifində buyurmuş, hüccətsiz ola yeryüzü bir an ola bilməz. Allah onu hüccətlərinə əşrəfi etdi. Allah onu hüccətlərinə əşrəfi etmiş. Allah'ı sevənlər ona düşman ola bilməz. Peyğəmbəri rəhmət kimi göndərdi səbəb var. Peyğəmbəri rəhmət kimi göndərdi səbəb var. Rəhm eyləməyə, bəndiyə rəhman ola bilməz. Qur'anda Ətiyyur Rəsulu çox yerə yazmış. Olmazsa itaət ona iman ola bilməz. Peyğəmbərə bağlanmadadır küllü müqəddəs. Olmazsa o məsum olmazsa o məsum nə də Qur'an ola bilməz. Zalim, günah edib demə Peyğəmbərə qurban. Zalim, günah edib demə Peyğəmbərə qurban. Nalayiq olan can ona qurban ola bilməz. Nalayiq olan can ona qurban ola bilməz. Salavat işləyir. İstəsən eşqin yolun məzmun kimi olsun dəri. Dünyada bir eşqi var, eşqi Hüseyin ibni. Dünyada bir eşqi var, eşqi Hüseyin ibni Ali. Hüseyindir ayət rəhmət, Hüseyindir qiblə-i qeyrət, Hüseyindir ruh-i hürriyyət. Hüseyinsiz neydirəm fəzli, Hüseyinsiz fəzləm millənə. Aləmdə acəb aləmin var ya Hüseyin. Ağa sənsiz bizə behişdə cəhənnəmdir ya Hüseyin. İlahi əqlimizi qalib elə nəfsimizə, verək cəhanidə təkşis əyri ilə bizə. Behişti zahidə ver, həşridə Hüseyni bizə. Dininə simunə təla saxladı, dininə ərz-ü səma saxladı. Fikr elənə dini dua saxladı, dini demən Məkkə mina saxladı. Dini rəisi şühəda saxladı, dini rəisi şühəda. Ne güzel vahid yaradı əbəlfəz, rütbəli şəni də aladı əbəlfəz. Fatimə küllərinə nökər olanlar, mərdumi aləmə oladı əbəlfəz. Ya
olur sana məhəbbəti Kim bəni bizim kimi olub sana düçar Azərilərin sənə bir eştimadı var Ya əbəd Ya əbəd Ya Bizi Allah yaradı, Aşık-ı Abbas Ələmündən öpərik Azəriyin biz Ya əbəd Ağabaran ya əbəd Ya əbəd Bugün dərdimizə Mərizlərə gəlir şəfa verənlər Kimə bəqəbən fəzil uzun qolundan Caizə bəratı kərbəla verənlər Ya Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin Gül atır bağı kadar Gözün aydın Fatıma Səslənir huri mələk Gözün aydın Fatıma Oldu Cibril-i Əmin daya xırdan dilbərəm Aldı ağuşə olur aparırdı göylərəm Çıxdı əhli asiman peşibazı heydərəm Şamin ilə çatdı gözün aydın Fatimə Görüm ya Hüseyin, ya Hüseyin Ya Hüseyin, ya Hüseyin Ya Hüseyin, ya Hüseyin Ya Hüseyin, ya Hüseyin Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin Adıma qurban, ey şəhi xuban Sən sənin oğlan, dərdimə dərman Sən sənin oğlan, dərdimə dərman Ya Hüseyin, ya Hüseyin Hüseyin, ya Hüseyin, ya Hüseyin Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin Ya Hüseyin, ya Hüseyin, ya Hüseyin, ya Hüseyin Bir vəfasansa əgər gəlmə vəfa məclisinə Heç vəfadan gələn nadan Ürəfa məclisinə Bir oğul bəxşəli Fatimiyə öz Rəbbim Ki xidam eyliyə o ağlı əba məclisinə Adını qoydu Hüseyin Əl-Həsən mənası İki qardaş Həsənin oldu səfa məclisinə O Hüseyin ki babası xətmi nəbi aləm Ona qurban dedi taqal bəla məclisinə Vədə vermişdi ola dəşti bəla qurbani Ki gətirib çıxarıb kərb bəla məclisinə Əvvələn kimsə Hüseyin tək ola bilməz aşiq Saniyən aşiq ola əmri xuda məclisinə Qoy qədəm məclisi mövluduna sirri ilə könül Bir ədəm gətirəm kim kibriya məclisinə Ruzi məhşərdə ümid eylə Hüseynə Mail öz yanında apara və kəşkəfa məclisinə Ya Mevla, Ya Ali Ya Mevla, Ya Ali Ya
Ali eşkine dünya dolu sevda diyerek Mənə nə lazımdır ki bu bir vəfa dünya diyerek Sorsalar kimdir Ali bəsmir biraz bizdən bilək Yusifi bənzəlidir gözləri şəhlar diyerek Ali üstündür İsa'nın səbəbi Kəbə evi Nədən ki dalmayı madən kimi burada diyerek Dilimi doğrasalar eylə sənət dilim dilim Yenə bir parça dilimdən ölüm oğlan diyerek Yenə bir parça dilimdən ölüm oğlan diyerek Hiç neler kulak atır versinler. Hiç kulak atmayan olsa. Ben anlasın ki iyiye kulak asın. Ölmüyorsun. Sağ ol ayağım. Dön gel geriye mehdi bu gözler sen gözler Dön gel geriye Dön gel geriye mehdi bu gözler sen gözler Yollardan oyun gitti gün izler sen gözleri Ağa gəlişinə hazır deyilik, yalandan səsləyir dilimiz səni. Nəfsimiz şeytana qulluq eyləyir, yanına çağırır əlimiz səni. Bu necə ömürdür, necə həyatdır, bu necə sevgidir, bəsləyirik biz. Hər gün tapdalayıb Qur'an hökmünü, sonra gəlməyini istəyirik biz. Gözler yolmuyor hasretine aşık olanlar Üste yürür üç gibi güzler seni gözler Senden utanıp gizlenecek Bizim Siyonist'ten de fərqimiz var. Müsəlman qırılır, seyr edirik. İnsanın qanından dəniz yaranır. Vicdansız ömr edirik. Vay olsun saxtakar müsəlmanlara. Üzləri müsəlman, içləri iblis. Nə namazları düz, nə əməlləri. Baxdıqda görürlər hər şeyin ahiz. Ağacan, bağışla, günahkar dilim, həddinə düşməyən sözlər danışır. Baxıram, necə də saxlaşarıq biz, o tutur vicdanım, ruhum alışır. Sevdim sözünü kimseye sensizleyebilmem Sevdim sözünü kimseye sensizleyebilmem Sensiz bu beni görmez izler, seni gözler Gel çat bizim imdadımıza ey son ümidimiz Ey kardeşle var geldim elinizden Seni gözlerim Mahsur alemin gel yine sen var edindir Şiirin mezeli sevgili sözler Sen gözlerim Hasretim sahip zaman üzdü azizim Mensurim Hasreti sahip zaman üzdü azizim Kül halim Bak bu hasretten bozandım Sen hacıyla Ben hacıyım
sağ olan zamin. Salavat de Muhammed oğlum. Sen de aslında var. Tamam, sen de. Ben de gözüyle değil, ben de gözüyle. O,